Salam dəyərli şagirdlər. Bu videomuzda da 12-ci səhifəmizin izahına baxırıq. Dərslərimizə qoşulmaq üçün tələsin, qeydiyyat davam edir. Baxın, bu nömrəyə yazın 050 776 49 44. Nömrəyə yazıb qeydiyyatdan keçin və dərslərimiz haqqında ətraflı məlumat alın və iştirak edin. İndi isə gəlin sualımızın izahına, daha doğrusu dərsimizin izahına keçək. Deməli, 12-ci səhifəni izah edəcəm və keçən dərs demişdim ki, 12-ci səhifəndən əvvəl 11-ci səhifənin sonunda bir dənə belə bir qayda var. Ondan başlayaq. Yaxşı, sonra keçək 12-ci səhifəni göstərək. Deməli, koordinat rasional ədədin modulu. Görək bu modul nə deməkdir? Koordinat oxunda rasional ədədə uyğun nöqtənin koordinat başlanğıcına qədər məsafə həmin ədədin mütləq qiyməti və ya modulu adlanır. Deməli, modul həm də mütləq qiymət. İkisi də eyni termindir, eyni anlayışda. A ədədinin mütləq qiyməti və ya modulu A kimi yazılır. Bax, fikir ver, 1/5-dirsə, modulda şolar mötərizə kimi yox, belə düz xətt kimi göstərilir. Yəni, 1/5-in də 0-dan məsafəsi 1/5-dir, mənfi 1/5-in də məsafəsi 0-dan elə 1/5-dir. Yaxşı. Ona görə məsafə həmişə, yəni modul, ədədin mütləq qiyməti həmişə müsbət ədəd eləməlidir. Ona görə, məsələn, tutaq ki, deyirəm ki, mənim otağımda 2 stul arasındakı məsafə -5-dir. Elə bir şey deyə bilərəm? Xeyr. Məsafə moduldur. Koordinat, indi biz bu nümunə dedim də, həmin o məsafəyə modul demirlər. Koordinat müstəvisində 0-dan olan məsafəyə modul deyilir. Yaxşı və ya mütləq qiymət deyilir. Və salam, modulu yazdım, getdim. Modul bax bu deməkdir. Yəni, modul həmişə müsbət olar. Modul mötərizəsindən həmişə müsbət qiymət çıxar. Məsələn, 2-nin də modulu 2-dir, -2-nin də modulu 2-dir. Yəni, 2-nin də 0-dan məsafəsi 2 vahiddir, -2-nin də 0-dan məsafəsi 2 vahiddir. Vəssalam, keçdik 12-ci səhifəmizə. Əks ədədlərə uyğun olan nöqtələr 0-dan müxtəlif tərəflərdədir və eyni məsafədə yerləşdiyi üçün onların modulları bərabərdir. Məsələn, bayaq göstərdim ki, -3/2 ilə -3/2 modulu müsbətə bərabərdir. Yaxşı, yadda saxlayırıq. Ədədin modulu 0 ola bilməz. Üzr istəyirəm, mənfi ola bilməz. Mənfi ola bilməz. Dedim, axı, müsbət çıxmalıdır. Bayaq bunu dedim. 0-ın modulu 0-a bərabər. Yəni, 0-ın özü ilə arasındakı məsafə nə qədərdir? 0. Ona görə 0-ın modulu 0-dır. Yəni, nə müsbət, nə mənfi. Müsbət ədədin modulu bu ədədin özünə bərabərdir. Mənfi ədədin modulu onun əksi olan ədədə bərabərdir. Məsələn, -2-nin modulu onun əksi olan 2-yə bərabərdir. Əla. Çox super və gözəl. İndi baxaq. Məsələn, verilmiş ədədin modulunu tap. 3/2-nin modulu 3/2-dir. Məsələn, -8/15-i biz -15/8 kimi görə bilərik. Bunun modulu da 15/8-dir. Yaxşımı? Məsələn, bu müsbət 6/1-ə bərabər olur, çünki 2 mənfi müsbət eləyir, elə modulu 6/1-dir. Bunun modulu 7/4-dür, bunun modulu 3/8-dir, bunun modulu 0/6-dır. Belə, çox sadə. Modulu 4/2-yə bərabər olan ədədlər, deyir, tapın. Tapın da bir 4/2-nin özüdür. Modulu çünki 4/2-dir, bir də -4/2-dir. İkisinin də modulu 4/2-yə bərabərdir. Yəni, ədədin modulu bir özünə bərabərdir, bir də əksinin də modulu ilə özünə bərabərdir. Burada da 7/4, -7/4. Yəni, bunlar çox sadə suallardır. Yəni, sualın izahında bunlar haqqında danışırıq biz. Müqayisə edin. Aha, deməyin, əllə, müsbətdə mənfidən böyükdür. Xeyr. Modullarda mənfilərin hər birini atıram. Bunu mən müsbət 2/3 kimi görürəm. Bunu da 1/8 kimi görürəm. Və 2/3 tam hissəsi 2 olduğuna görə 1-dən böyükdür. Yaxşı. 0/8 8. Bundan müsbət 0/8 çıxır, bundan 0 çıxır. 0/8 bundan böyükdür. Bundan müsbət 0/100 çıxır, bundan 0/1 çıxır. 0/1 0/100-dən böyükdür. Yaxşımı? Çətin deyil, ümid edirəm ki. Yəni, ötürə deyirəm, bəzilərini deyirəm, bəzilərini əvvəldən şərt kəsmişik də biz. Hər birini izah eləməyəcəm. Hər birini izah eləməyəcəm. Çünki köçürtməyə şərait yaratmayaq. Bəzi şagirdlərimiz sözümüzə baxmır, köçürdürlər, dərsi başa düşmək üçün yox, köçürtmək üçün videolardan sui-istifadə edirlər. Mən amma izah eləyirəm, yəni bunu sənə izah eləyirəm, deməli bunu sən özün yaza bilməlisən də. Yaza bilmirsənsə, deməli videoya bəs niyə baxdın onda? Köçürtmənin qarşısını almalıyıq, sağlam, ədalətli təhsil mühiti formalaşdırmalıyıq. Aha, 0/100 0/1-dən nədir? Kiçik oldu.
Ya 10^1 bundan nədir? Böyükdür. Yaxşımı? İndi 16-cı suala baxaq. Hesablayın. Hesablayın. Hesablamaq üçün birinci moduldan çıxartmaq lazımdır. Məsələn, 6^1 üstəgəl 3^1. Bu 6^1-i aşağıdan yazıram olduğu kimi. 3^1-i də 6^1-ə gətirmək üçün 3-ü 2-yə vurdum 6, 1-i 2-yə vurdum, elədir 2. Bu da elədir 6^3. Bunları da ixtisar aparsam, 3-ə ixtisar aparsam qalar 2^1. Məsələn, bu şəkildə yazdım. İndi bura baxıram. Məsələn, D variantına baxaq. 16-da 7 bölünsün -24-də 21. 16-da 7 bölünsün, modulda nə çıxır? 24-də 21 müsbət. Bu da 16-da 7 vurulsun 21-də, bu 16 deyə uşaqlar çaşmayaq. 21-də 24 vurmada, bölmədə əksini çeviririk. Davamını buradan yazıram. 16 ilə 7 ilə 21 gedir. Qalır burada 16-da 1 vurulsun. 7-nin buna 3-də 24 bərabərdir. 16-nı 8-ə böləndə 2, 24-ü 8-ə böləndə 3. Bu 3-dən də bu 3 ixtisar gedir. Cavab qalır yuxarıda 1, aşağıda 2. 2^1. D-bəndində cavabını hesabladım. Elədir 2^1. Vəssalam. Çalışmalarımızı yazdıq. İndi keçirik nəyə? Məsələ var idi orada. Aha, məsələ həllinə baxaq. Məsələnin neçə məsələ? 3 dənə məsələdir. Baxaq. Bir dəqiqə mən bunu belə bura gətirək. Aha. Biraz da səbirli olaq. Bunu yazaq bura. Aha. Biraz da balacalaşdırdıq. Nə uzun getdi bu? Düzbucaqlı, düzbucaqlı formada, deməli, düzbucaqlı formada 17-yə baxırıq. Düzbucaqlı formada qapının, bir dənə düzbucaqlı formada qapı çəkirəm. Düzbucaqlı formada qapı çəkirəm. Gördüyünüz şagirdlər. Eni hündürlüyü eyni çubuqla ölçüsülər. Eni və hündürlüyünü eyni çubuqla ölçüsülər. Aha. Qapının eni 3 çubuq, hündürlüyü 7 çubuqdur. Aha. Bu qapının eni 1 metr olursa, hündürlüyü neçə metrdir? Bax, maraqlı sualdır, diqqətlə qulaq asaq. 3 dənə çubuqla ölçü bilərsə, 3 dənə çubuqla ölçü bilərsə, 3 dənə çubuq gedib. Hündürlüyü isə 7 çubuqdur. Məsələn, 1, 2, 3, 4. Aha, biraz səliqəsiz çəkmişəm. Qoy bunu silim, yaxşısını çəkim. Vay. Bir dəqiqə səbirli olun. Biraz hündür çəkək qapımızı. Səliqəsiz oldu, eybi yoxdur, neyini. 7 dənə çubuqdan istifadə edə bilər. 1, 2, 3, 4, 5, 6. Baxaq. 3, 4, 5, 6. Burada da 3 dənə çubuqdan istifadə edilib. Gördünüz. Qapının deyir, eni 1 metr olarsa, hündürlüyü neçə metrdir? Hər 3 çubuq 1 metrdir. Düzdürmü? Bax, hər 3 çubuq, burada mən neçə dənə çubuq yazdım? Görürsünüz, 6 dənə çəkmişəm çubuğa. 7 dənə olmalıdır. Yəni, bir dənə çubuq burada yazıram. Qapının da hündürlüyü belə olsun. Yaxşı, qapının da hündürlüyü belədir. 7 dənə çubuq var. Hər 3 çubuq 1 metr verir. Aha, diqqətlə qulaq asın. Bax, fikir verin. 3 dənə çubuq 1 metrdirsə, 3 dənə çubuq 1 metrdirsə, 7 dənə bax, 1 metr burada var, 1 metr birdə var. Bir də bir dənə çubuq var. Elə bil 1 metrin 3də1-i. Yəni 1-in 3də1-i. Yaxşımı? 3də1-i. 3də1-i. 3 çubuq 1-dirsə, bir dənə çubuq da onun 3də1-inə bərabər olacaq. Deməli, qapının hündürlüyü də 1 üstəgəl 1 üstəgəl 3də1. 1 üstəgəl 1 üstəgəl 3də1. Bu da bərabərdir 2 tam 3də1-ə bərabərdir. Vəssalam, bu qədər sadə bir həll yolu ilə yazdıq. Bunu başqa cürdə necə yaza bilərdik? Başqa cürdə tənasübdən istifadə edib yaza bilərik. Məsələn, belə də yaza bilərik. Tutaq ki, 3 çubuq 1 metrdirsə, 7 çubuq x metrdir. X metrdir. Yaxşı. 3-ü vururam, bu çubuqdur. 3-ü vururam, x əyilir 3x. 7-ni də 1-ə vururam, neçə deyilir? 7. X də bərabərdir 7 bölünsün 3. Bu da bərabərdir 3-də 7.
7-nin 3-ə böləndə 2, məxrəci 3 qalıqda 1. Gördünüz 2-dən 3 də 1. Biz bayaq cavabı almışdıq onsuz da. Bu qədər sadə. İndi 18-ə baxıram. 18-ə baxaq. Robotun hər addımı 7-də 1-ə bərabərdir. Hər addımı 7-də 1-ə bərabərdir. O başlanğıc anda 0 nöqtəsindədir. Bax görürük. Aha, biraz lövhəni böyüdək, qoy daha aydın görünsün. O başlanğıc anda 0 nöqtəsindədir. 2 addım irəli komandasını icra etdikdən sonra robot hansı nöqtədə olar? 5 addım geri komandasını icra etdikdən sonra hansı? Bax mən A-nı deyəcəm, B-ni özünüz nümunəyə baxıb yazacaqsınız. Yaxşı. Hər addımı 7-də 1-ə bərabərdir. Bax fikir ver. 0-dan 1 vahiddir, amma 7 yerə bölünür. 1, 2, 3, 4, 5, 6, 7. Hər damı 7-də 1-dir. Yaxşı. 2 addım irəli gələrsə, bax 1 addım 7-də 1, üstünə bir dənə də 7-də 1 gələn neçə eləyəcək? Eləyəcək 7-də 2. Artacaq 7-də 3, 7-də 4, 7-də 5, 7-də 6, 7-də 7 və yəni 1-ə gəldi çatdı. İndi 5 addım geri gedəndə siz özünüz fikirləşin, görüb harda gəlib duracaqsınız? Mənfi var, diqqətli ol. Məsələn, 1 addım geri getsə, mənfi 7-də 1-də gedib duracaq. İndi 5 addım geri getsə, onda özünüz fikirləşib yazacaqsınız. Yaxşı, əla. 18-də belə getdi. İndi 19-cu və səhifəmizin dərsimizin sonuncu sualıdır. Baxaq. Ağacın gövdəsində dələnin yuvası şaquli ox üzərində O koordinat başlanğıcına gəlir. Dələnin yuvası. Bax daha. Oxa. Gördünüz, O-ya gəldi. Sərçə S nöqtəsinə 1.7 1.7 başlanğıcdırsa O koordinat başlanğıcına, yəni 0-adır. Tırtılsa mənfi 1,5-də 3. Mənfi 1,5-də 3 uyğundadır. Dələnin yuvasına hansı daha yaxındır? Sərçə yoxsa tırtıl? Aha, indi mən sizə qəşəng onu üfüqi bir xətt üzərində göstərirəm. O başlanğıcdır, yəni 0-dır. Sərçə 1.7-dədir. Dələ isə mənfi 1,5-də 3-dədir. Mənfi 1,5-də 3-dədir. Aha, indi diqqətlə qulaq asırıq. Dələnin yuvasına hansı daha yaxındır? Sərçə yoxsa tırtıl? Üzr istəyirəm. 1.5 tırtıldır. Hə. Tırtıl. Tırtıl 1.5-dir, sərçə isə S-dir. Aha, deyir hansı yaxındır? Bax, hansı yaxındır? Bax, fikir ver. Hansı daha yaxındırsa, bunların arasındakı, yəni səndən soruşmaq istəyir, bunların arasındakı məsafələrdən hansı daha balacadır? Məsələn, sənə bir dənə sual verirəm. 0, 2, bir də mənfi 15. Bunlardan hansı 0-a daha yaxındır? Deyəcəksən, ay müəllim, əlbəttə ki 2. Çünki daha az məsafə var da, 2 sm məsafə var, biri var 15 sm. Yəni bunların modullarına baxacaqsan. Bunun modulu 2-dir. Bunun da modulu, mənfi 15-in də modulu 15-dir. Hansı balacadırsa, modulu balaca olan, deməli daha yaxındır. İndi sən də bax, modulu balaca olan. Bax, bir dənə gözlə. Modulu balaca olan, yəni mənfi 1,5-də 3, bir də müsbət 1,7-nin modullarını sən müqayisə eləyəcəksən, üzr istəyirəm, 1,5-də 3. Sən bunun modullarını müqayisə eləyəcəksən. Bilirsən axı, mənfi 1,5-də 3-dən nə çıxır? Elə 1,5-də 3. Bir də aşağıda da 1.7 var. İndi bunları müqayisə sən özün eləyəcəksən. Mən hər şey sənə elə hazır elib vermirəm. Sən özün də beyni işlətməlisən. Mən sənə məsələnin yolunu izah elədim. Modulu kiçik, modullarını tapdıq. Hətta bu irəli kömək elə. Mənfi 1,5-də 3. Mən yəni bunu 1 yazıram. Müsbət 1,5-də 3, bir də müsbət 1,7. İndi başda müqayisə elə. Gör bunlardan hansı balacadır. Balaca olan sənin cavabın olacaq. Yəni daha yaxındır. Aydın oldu? Yaz cavabı həll elə. Şərhlərdə yazıb taparsan. Şərhlərdə yazın hələ görə kim düz tapacaq. Uğurlar sizə şagirdlər. Sağ olun.